Diqqət elə sağda tətbiq olunmuş nişanlara, yol ver nişanı, altında isə istiqamət göstərici nişan. Yəni ilk kəsişmədən biz düz yaxud sağa dönə bilərik. Buyur, əyləci burax, cüzi qaza toxun. İndi bu kəsişməni keçdikdən sonra tətbiq olunmuş nişana bax, görsən, düz və yaxud da sola. Biz buradan sola dönəcəyik, Esmira. Sola dönmə siqnalını yandır. Qarşıya, irəliyə doğru hərəkət elə, cüzi qazı ver. Dayanırıq. Bax, işıqfor sönür. Gördün, söndü işıqfor. İndi işıqforun siqnallayırlar, məhəl qoyma. İşıqforun sarı bölməsi hərəkəti qadağan eləyir. Aydındır? Qırmızı bölmə kimi. Yalnız o halda sarı bölmə yanarkən hərəkətə icazə verilir ki, sən orada dayanma iqtidarında deyilsən. Ani tormozlanma edib digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradarsın. Aydındır? Biz indi maili şəkildə dayana bilirdiksə, niyə dayanmalıyıq? Burada biz indi yaşıl bölmə yananda sola dönəcəyik, lakin qarşıdan gələn nəqliyyat vasitələrinə yol verəcəyik. Əyləci burax, bir qədər irəliyə doğru get, lakin sükanı çevirmə. Yaxşı? Əgər sükanı çevirib gözləsən, arxadan gələn nəqliyyat vasitələri dayana bilməyib bizi vursa, sükanımız dönülü vəziyyətdə, biz əks olaraq qarşıdan gələnin yoluna çıxıb onlarla toqquşarıq. Buyur, cüzi qaza toxun və qaytar sükanı. Qazı bir qədər az verdin, ümumiyyətlə vermədin demək olar ki, amma yəni düzgün bu yol ayrıcının keçilmə qaydası bu şəkildə olmalıdır. Aydın oldu?